Qida zəhərlənməsi gündəlik həyatımızda çox vaxt eşitdiyimiz, amma ciddiliyini gec anladığımız sağlamlıq problemidir. Əslində bu, bakteriyalar, onların ifraz elədiyi toksinlər, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida və suyun qəbul edilməsi nəticəsində yaranan xəstəliklər qrupudur. Yəni problem təkcə köhnə yemək deyil. Görünüşcə normal olan qida belə təhlükəli ola bilər. Uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün isə risk daha böyükdür. Qida məhsullarında mikrobların çoxalması üçün uyğun şərait yarandıqda təhlükə artır. Xüsusilə düzgün saxlanmayan, gigiyenik qaydalara əməl olunmadan hazırlanan və kifayət qədər bişirilməyən qidalar əsas təhlükə mənbəyidir. Süd və süd məhsulları, ət, toyuq, balıq, kremli şirniyyatlar, ev şəraitində hazırlanmış konservlər və turşular riskli qidalar sırasına daxildir. Qida zəhərlənməsi adətən ürək bulanma, qusma, qarın ağrısı, ishal və halsızlıqla başlayır. Bəzən hərarət də olur, amma bəzi zəhərlənmələr daha ağır keçir və sinir sisteminə təsir edib görmə, danışma, udma və nəfəs alma problemləri yarada bilər. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır. Unutmayaq ki, sağlam qidalanma təkcə nə yediyimiz deyil, o qidanın necə hazırlanıldığı və saxlanılması ilə də bağlıdır. Kiçik diqqət böyük risklərin qarşısını ala bilər.